46-cı testə baxaq. 46-cı testdə. Baxın, burada people cəmdir. Deməli, bax, burada görürsünüz, xəbər də nədir? Cəmdir. Bir doğrudur. İkinci isimdə, baxın, burada da isim gəlib, burada da isim gəlib. Ancaq iki isim söz önü ilə ayrılırsa, söz önünə qədər olan hissəyə baxırıq. Yəni, knowledge-ə baxırıq. Knowledge bilik sayılmayan isim olduğuna görə burada da feilimiz S qəbul etməlidir. Xəbər nə olmalıdır? Tək olmalıdır. Amma söz önündən əvvəl gələn sözümüz sayılmayan isimdir. Burada feilimiz S qəbul etmir, xəbər cəmdir. Ona görə 2 burada səhvdir. Baxın, söz önünə qədər olan hissə cəmdir, xəbər də burada cəmdir. Yəni, 1 ilə 3 doğru variantdır, Y variantdır. Deməli, light travel much faster than sound. Deməli, işıq səsdən daha sürətlidir. Bax, burada işıq sayılmayan isimdir. Deməli, o zaman travel feilimiz S qəbul etməlidir ki, xəbər tək olsun. Feilimiz S qəbul etmədiyinə görə xəbər cəmdir. 4-ü də buradan çıxırıq. Cavab qalır 1, 3, E variantı.